Salam uşaqlar. Deməli, hədəf kursları 10-cu sinif 21 dekabr buraxılış sınavına baxırıq. 57-ci sualdan başlayaq. Deyir ki, verilən ədədi onluq kəsr şəklində ifadə edin. Ədədə ilk baxanda məxrəci 24 görəndə deyirik ki, bu onluq kəsr şəklində olmaz axı. Yəni, normalda elə fikirləşirik. Çünki onluq kəsr şəklində göstərmək üçün məxrəc 2 və 5 vuruqdan ibarət olmalıdır. Bunun üçün 3 vuruğu var. Amma diqqətlə baxsaq, bunu ixtisar apara bilirik. Yəni, bunun kəsr hissəsini ixtisar apara bilirik. 3-ə ixtisar aparsaq nə olur? 8-də 7. 5,8-də 7-də 8-i 1000-ə tamamlamaq üçün 125-ə vururuq. 7-ni də 125-ə vursaq, 5,1000-də 875 olacaq. Onu da onluq kəsr kimi bu şəkildə yazıb növbəti suala keçə bilərik. Cavab C. Sonra 58-ci sualda A çıx B fərqini tapın. Buradan A-nı 16 vurulsun %75 kimi yazacağım. B-ni isə 25 vurulsun %48 kimi yazacağım. Diqqətlə baxsaq, 16 vur 75 ilə 25 vur 48-in cavabı eyni bir qiymət verir bizə. Yəni, məsələn, 16-nı vur, 75-i 3 vur 25 kimi göstərsəm, 16 vur 3 48-dir, 48 vur 25-də məxrəc digər B-də görürsən. Yəni, A ilə B bir-birinə bərabər ədədlərdir. Çox diqqətli şəkildə baxsaq, ona görə A çıx B 0. Növbəti suala baxaq. Növbəti sualda belə bir şey görürük. Sadə vuruqlara ayrılışı verib. Deyir, sadə vuruqların sayını n ilə ifadə et. Sadə vuruqların sayını tapmaq üçün bilirdik ki, qüvvətləri toplamaq lazımdır. Qüvvətləri toplasaq 2n topla 3, cavab E variantı olacaq. 60-cı sual, orta xəttin uzunluğu 6 olan trapesiyanın oturacağının birinin uzunluğu 2 olarsa, digər oturacağın uzunluğunu tapırıq. Demək, bir trapesiyanın oturacaqları orta xəttdə 6-dır, yazaq 6. Oturacaqların biri 2-dir, digər oturacaq da x-dir. Bilir ki, orta xətt tapmaq üçün oturacaqları toplayıb yarı bölmək lazımdır. O zaman digər oturacaq tənliyi həll etsək 10 olur, cavab D. 2 rəqəmli natural ədədlər. Aha, 2 rəqəmli natural ədədlər neçə dənədir? Bunu fikirləşək. Normalda məntiq ilə bunu belə tapa bilərsən ki, 1-dən 99-a kimi ədədlər var, yəni 99 dənədir. Amma bunun ilk 9 dənəsini saymıram, çünki ilk 9 dənəsi tək rəqəmlidir. Onda qalanları 2 rəqəmli olacaqsa, 90 dənə 2 rəqəmli ədəd var. Ya da ki, məntiqlə belə tapa bilərsən. Bu heç bir sayma düsturuna görə, əgər bu ədədlər 10-dan başlayıb 99-da bitirsə, sayma düsturumuz var ki, axırıncı çıx əvvəlinci, üstə gəl 1. Axırıncı ədəd 99, çıx əvvəlinci ədəd 10, üstə də 1 gəlsək, yenə bərabər 90 dənə belə ədəd var, deyə bilərik. Deyir, bütün alt çoxluqlarının sayı. Alt çoxluqlarının sayı düsturu da bilirik ki, 2 üstü n-dir. N elementli çoxluğun alt çoxluqlarının sayı 2 üstü n idisə, cavab 2 üstü 90 B variantı olacaq. Bu sualda heç sağdakı şərti oxumadan tak deyə 3-ə vurmalıyam kimi gəlir. Yəni, hər tərəfi 3-ə vurmalıyam. O zaman x bölünsün y bərabər 12 olur. O zaman x də bərabərdir 12y. Və soruşulan sualda x-lərin yerinə 12y yazsam, cavab çözüləcək. 12y toplansın 6y bölünsün 12y çıxılsın 2y. Yəni, 18y bölünsün 10y, y-lər silsək, cavab 1,8 A variantı. A və B natural ədədləri üçün A plus B 13 olarsa, AB hansının ən böyük qiyməti? B bir qayda keçmişdir ki, natural ədədlərdə əgər bir cəm veribsə, hasilin böyük olmağını istəyiriksə, ədədlər bir-birinə çox yaxın, kiçik olmağını istəyirsə, ədədlər bir-birinə çox uzaq olmalıdır. Toplananlardan söhbət gedir. O zaman hasilin mümkün qədər böyük olmağını istəyirəmsə və A və B toplananları mümkün qədər bir-birinə çox yaxın məsafədə saxlayıram. Yəni, 6 ilə 7 olaraq düşünüb hasili 42 deyirəm. Elə belə deyim, ən kiçik variantı soruşsaydı, ən kiçik neçə ola bilər? Onda A bərabər 1, B bərabər 12 deyərdim, hasil 12 olardı. Növbəti suala keçək. Növbəti sualda 48 dərəcəni görən kimi tak deyə burada bir dənə uyğun bucaq 48 dərəcə yazırıq. İstəsəz burada çarpaz bucaq 48 dərəcə yaza bilərsiniz. Çarpaz bucaq 48 dərəcə yaza bilərsiniz. Yəni, belə də olsa 180 dərəcə alırıq, açıq bucaq. Belə də olsa 180 dərəcə alırıq. Və 2 betdə toplansın 48 dərəcə bərabərdir 180 dərəcə deyəndə
Beta bərabər 66 dərəcə olur. Beta bərabər 66 dərəcə. Yəni cavab C variantı. Növbəti sualımız şifahi bir sual. Kvadratın diaqonalı ilə tərəfi arasındakı bucaq neçə dərəcədir? Diaqonal ilə tərəf arasındakı bucaq 45 dərəcə olur kvadratda həmişə. Ona görə cavab A. Bu şifahi sual. Tak deyə cavabla keç. 66-cı sualda 32 ədədinin neçə natural böləni var? 32-ni sadə vurğulara ayırıram, eləyir 2/5. 2/5 natural bölənlərin sayını tapanda da qüvvətləri bir vahid artırıb hasil tapırdı. Amma burada 2-dən başqa vurğu olmadıqdan sadəcə 5/1 gələcək. 5/1 əlavə edəndə də cavab 6 alınır. C variantı. B dənə saya bilərsiniz bu arada. 32 nəyə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 8-ə bölünür, 16-ya bölünür, 32-yə bölünür və 6 dənə də edir. Sonra gəldik nəmlik məsələsi. Nəmliyi 80% olan 40 ton ot var. Qurudulandan sonra nəmliyi 10 ton olmuşdur. Deməli, ilk öncə otu yazaq. 40 ton ot var. 40 ton. Bu otun nəmliyi nə qədərdir deyə düşünürük. Bu otun nəmliyi 80%-dir. 80% olmağı nə deməkdir? Yəni, bu otun 80%-i sudur. Qalan 20% isə otdur. Yəni, təmiz ot. Tez 40-ın 80%-ni tapırıq. 40-ın 80%-i eləyir 32. Yəni, bunun içində 32 ton su var. 8 ton isə təmiz ot var. İndi məsələnin növbəti prosesində bu ot getdi, biraz quruduldu. Qurudulduqdan sonra 10 ton olub. Aha, qurudulduqdan sonra olub 10 ton. Bu nəmlik məsələlərində baxın, əsas məsələ odur ki, qurudulanda nə buxarlanır, onu fikirləşmək. Su buxarlanır, ot isə buxarlanmır. Yəni, ot buxarlanmır. Bax, bu cümləni təkrar desən, özünüzə təkrar bu cümlə işlətsəz, məsələnin məntiqini tapa biləcəksiniz. Ot buxarlanmır. Təkrar 2 dəfə də deyirəm, ot buxarlanmır, ot buxarlanmır. Yəni, burada gördüyümüz 8 var, ha. Ot qurudulandan sonra o yenə də 8 olacaq. 8 olduğu kimi qalacaq. Və o zaman 10 tonun 8 tonu otdursa, 2 tonu da su olacaq. Yəni, su 2 ton, ot 8 ton. Aydındırmı? Yəni ki, qurudulandan sonra su hissəsi dəyişir, amma ot hissəsi heç vaxt dəyişmir. Qurudulandan sonra da 10 ton olubsa və bunun 8-i otdursa, demək ikisi də sudur. Və biz nəmliyi nətər tapırıq? Su, yəni 2, böl ümumi kütlə, yəni 10, vurulsun 100%. Qurudulmuş otun tərkibində neçə ton su var? Qurudulmuş otun nəmliyi 20% olacaqdır. Qurudulmuş otun nəmliyi soruşsaydı 20%. Amma qurudulmuş otun tərkibində nə qədər su var? Deyir, lap sadə. Yəni, cavab 2 ton. C variantı. Keçək o bir suala. Demək, belə bir üçbucaq, AND üçbucağı bu şəkildə qeyd edirik. Aha. Demək, deyir ki, AN bərabərdir AD-yə. AN bərabərdir AD-yə. Burada bir bərabər yanlış üçbucaq görürük. MB də NC-yə bərabərdir. MB də bərabərdir NC-yə. Tamam. ASN 82 dərəcədir. Bura olsun 82 dərəcə. Bərabər yanlı üçbucaqsa burada 82 dərəcə olacaq. Tez qeyd eləyək. CN-də 5 dərəcədir. Hop, bura olsun 5 dərəcə. İndi biz bu bucağı, D bucağını nəzərimizə tutaq. Bu üçbucağa bax. 2 dənə daxili bucaq, bir xarici bucaq verməlidir. Yəni 5 dərəcə ilə bucaq D-ni toplayanda gərək 82 dərəcəni alaq. Onda D bucağı bərabər 77 dərəcə eləyir. Onda D bucağı, yəni indi baxaq, üçbucaq nəyə baxacaq? Üçbucaq AND-yə baxacaq, ən böyük üçbucağa. Əgər üçbucaq AND-də D 77 dərəcədirsə, bərabər yanlı üçbucaq olduğuna görə bucaq N də 77 dərəcə olacaq. Yazırıq, bucaq N də 77 dərəcə. Yəni, bucaq N deyəndə mən bütün bucaq N-i nəzərdə tutdum. Bütün hamısı, bu hissənin hamısını nəzərdə tutdum. Davam edirəm. O zaman bucaq A nəyə bərabər olacaq? Bucaq A 180 dərəcədən 2 dənə 77 dərəcənin çıxılmasına bərabər olacaq. Yəni, cavab 26 dərəcə. A variantı 26 dərəcə.
A və B ədədlərini müqayisə edək. Deməli, diqqətlə baxırıq ki, modulun içində A çıx B, cavaba B çıx A gedib. Yəni, cavaba içəridə görülən şeyin əksi yazılıb. Bu şərt nə vaxt mümkün olurdu? Əgər modulun içindəki ifadə mənfi idisə, cavaba onun əksi çıxırdı. Yəni, A çıx B ya mənfidir, ya da sıfırdır, sıfırda ödəyir. O zaman A kiçik bərabərdir B yaza bilərik. Ya da A kiçikdir B də yaza bilərik. A kiçikdir B. Cavab D variantı. İndi bu sual ola bilsin, ulduz da götürülə bilər. Çünki A bərabər B variantda bu çoxluğun içərisindəki həllərdən bir dənəsi ola bilər. D variantda uyğun ola bilər. Yəni, əsas olaraq cavab A kiçik bərabər B olmalıdır. Keçək digər suala. A və B çoxluqları üçün, demək, A və B çoxluqları üçün birləşmə 30, A çıx B 12-dirsə, demək, 2 dənə eylerven dairəsi çəkirik. 2 dənə eylerven dairəsi çəkirik. Birləşmə olur 30. N A çıx B 12-dir. Demək, bu A, bu B olarsa, sol tərəf 12-dir. B çıx A ilə A kəsişmə B eyni bir şeydir. Yəni, hər ikisi x-dir bunların. O zaman 12 üstə gəlsin 2x bərabər 30-dur deyib, x bərabərdir 30-dan 12 çıxanda 18, 2-yə bölən 9. X bərabər 9. Və bizdən kəsişməni istəyirsə, kəsişmə cavab 9-dur. 71-ci sualda AB bərabər 7B olarsa, AB 2 rəqəmlərdən tapaq. Bu ədədi açsaq, 10A toplansın B bərabər 7B olacaq. 10A bərabərdir 6B olmuş olur. Bunda ixtisar aparsaq, 5A bərabərdir 3B uyğun olacaq. Buradan da A və B, A3, yəni 15-ə tamamlamaq istəsək, A3, B 5 olmalıdır. O zaman AB 2 rəqəmli ədədi və bunların 2 misilləri mümkün olmur. Çünki 2 mislini yazsaq, 5-in 2 misli 10 rəqəm olmur, ədəd olur. Ona görə AB ədədi də 3, 5, yəni 35 olacaq. Cavab 35. Növbəti sualda düzgün altı bucaqlının bir təpəsindən çıxan iki diaqonal arasındakı bucaq ən az neçə dərəcə ola bilər? Bir düzgün altı bucaqlı çəkirik. Bu düzgün altı bucaqlının bir təpəsindən çıxan iki diaqonal çəkək. Bir təpəsindən çıxan diaqonallar, baxın, bu diaqonalların hamısını çəkirəm. Bunlardır. Demək, bizdən soruşur ki, bucaq ən az neçə dərəcə ola bilər? Onda ən az hər hansı iki yanaşı diaqonal arasındakı bucaq deməkdir. Yəni, 2 dənə diaqonal seçirəm buradan və bunlar arasındakı bucaq. Bunu da çox yolla tapmaq olar. Məsəl üçün, təpə bucağı 120-dirsə, təpə bucaqlarına 120 yazandan sonra kənarlar, məsəl üçün, burada 30-30 olsun. 30 dərəcələr yazmadım. Məsələn, 120-dən 30 çıxıram, bura 90 dərəcə. Məsələn, bura 60-60 bölünəndə 30-60-93 bucağı alınır və bura 30 dərəcə alınır. Bu bir üsul. Amma ən yaxşı üsul isə bunun ətrafına bir çevrə çəkilmiş olduğunu düşünsək, təxminən. Və bu çevrə 6 dənə bərabər vətərlə, çünki düzgün altı bucağını söhbət edir, 6 bərabər C bölünmüş olacaq. 360 dərəcəni 6-ya böləndə 60 dərəcə alınacaq. Və bizim, bax, bu 2 dənə diaqonalın söykəndiyi bir dənə qövs 60 dərəcə olacaq. O qövs 60 dərəcədirsə, orada söykənən daxilə çəkilmiş bucaq da 30 dərəcə olacaq. Bu yolla da tapmaq olar. Növbəti sualda verilən çoxəddin dərəcəsini tapmaq lazımdır. Mötərizə daxilindəki çoxəddin dərəcəsi 7-dir, ən böyüyünü seçirik və 7-ni çöldəki qüvvət olan 14-ə vururuq. 7-ni 14-ə vuranda cavab 98 eləyir, çoxəddin dərəcəsi olacaq 98. Ədəd oxunda 7,6 ədədini qeyd edirəm, heç şərtə baxmadan. Tak deyə əvvəl 7,6 ədədini qeyd edək. 7,6. Ədədindən sağda yerləşən ilk tək ədəd 7,6 ədədindən sağdakı ilk tək ədəd 7,6-dan sonra 8 gəlir və sonra 9 gəlir. İlk tək ədəd olacaq 9. Ədəd ilə həmin ədədin 3 mislinin,
Yəni 9-un 3 misli nədir? 27. Demək 7-nin də 6 ədədinə sağda yerləşən ilk tək ədəd ilə 9 ilə həmin ədədin 3 misli olan 27-nin cəmini tapaq. 9 ilə 27-nin cəmi bərabər 36 edəcək. Növbəti sualda ifadəni qruplara ayırmalıyıq. Demək, A kvadrat toplansın 4B kvadrat çıxı C kvadrat toplansın 4AB. Demək, ifadəyə baxdığımızda A, B və 4AB ifadələrini görürük. Sanki bunları qruplaşdırsaq bir muxtasar alınacaqmış kimi görsənir. Ona görə çıx C kvadratını ayırıb kənara qoyuruq. Yəni, bu ifadəni belə yazırıq. A kvadrat toplansın 4AB toplansın 4B kvadrat çıx C kvadrat. Sonra diqqətlə baxsaq, A kvadrat elə A kvadrat 4AB 2 vur A 2 vurulsun A vurulsun 2B deməkdir. Sonra 4B kvadratda 2B-nin mötərizə kvadratıdır. Onda deyə bilərik ki, bu ifadə A üstəgəl, oradan yazmayaq, A üstəgəl 2B-nin mötərizə kvadratı çıxılsın C kvadratıdır. Bu da bərabər A üstəgəlsin 2B çıx C, A üstəgəlsin 2B üstəgəlsin C olacaqdır. A üstəgəl 2B çıx C, A üstəgəl 2B üstəgəl C şəklində vuruqlara ayrılacaq. Növbəti sual, uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 5 dəfə böyükdür. Yəni, bu bucaqların biri x, digəri 5x-dir. Bu bucaqların fərqi modu tapaq. Demək, biri x, biri 5x-dir. Bu uyğun tərəf paralel olan bucaqlar ya bir-birinə bərabər, ya da cəmləri 180 dərəcə olurdu. X və 5x görürsə, demək, bir-birinə bərabər deyirlər. Onda cəmləri 180 dərəcə olacaq. X bərabər 30 dərəcə alırıq tənlikdən. Bəs 5x bərabər nə olur? 5x də bərabər o zaman 150 dərəcə olmuş olur. Və bunların fərqini tapmaq lazımdırsa, 150 dərəcədən 30 dərəcəni çıxırıq. Cavab 120 dərəcə edəcək. A və B ədədlərinin kvadratları cəmi tapmaq lazımdır növbəti sualda. A kvadrat toplansın B kvadratı yazarkən köməkçi muxtasarma üsulu olan A plus B-nin kvadratı çıx 2AB-dən istifadə edərəm. Yəni ki, 13-ün kvadratı çıxılsın 2 vurulsun 15. Bu da bərabərdir 169 çıxılsın 30 bərabərdir 139 olacaq cavab. Növbəti suallara baxırıq. Deyir, 4x kvadrat toplam 11x toplansın M3 ədədinin vuruqları ayrışında vuruqlardan biri x üstəgəlinsin 2 olacaq. M-i tapın. Əgər bu ifadənin vuruqlara ayrılışı x üstəgəlsin 2 və vurulsun hər hansı bir başqa mötərizədirsə, yəni hər hansı bir px falan da yaza bilərəm, hansı bir önəmi yoxdur onun. X üstəgəl 2 vur px-dirsə, m-i tapaq. İndi baxırıq ki, x bərabər -2 olarsa, ifadənin cavabı 0 alınır. Yəni, bunu tapşırıqda sözlə izah etmək lazımdır. Yəni, biz görürük ki, x bərabər -2 olanda, ifadənin cavabı 0 alınırsa, demək, sol tərəfdə də x bərabər -2 olanda, sol tərəfdə də, yəni bu ifadədə x bərabər -2 olanda cavab 0 alınmalıdır. O zaman x-in yerinə -2 yazıb cavabı 0-a bərabər edirik. Yəni 4 vurulsun -2-nin kvadratı toplansın 11 vurulsun -2 üstə gəlinsin m bərabər 0 olmalıdır. Buradan isə 16 çıxılsın 22 toplansın m bərabər 0 olarsa, m də bərabər 16, 22-dən 16 çıxacaq, eləyəcək 6. M bərabər olacaq 6. Səhv hesablamadıqsa, m bərabər 6. Növbəti suala baxırıq. Satışa çıxarılan ayaqqabıların 1/3 hissəsinin qüsurlu olduğu aşkarlandı. Qazanmalı olduğu pulun dəyişməməsi üçün, qazanılmalı olan pulun dəyişməməsi üçün satıcı, qazanmalı olduğu pulun dəyişməməsi üçün satıcı qüsursuz ayaqqabıların hər birini əvvəlcə nəzərdə tutduğu qiymətdən neçə faiz daha baha satmalıdır? İndi burada ayaqqabıların 1/3 hissəsi qüsurlu oldu dedisə, mən ayaqqabıların sayına, yəni ayaqqabıların ümumi sayına elə bir ədəd demək istəyirəm ki, 3-ə rahat bölünsün. Yəni 3x demək istəyirəm. Yəni x də deyə bilərəm. X desəm 3/1x, 3/2x-dən danışacaqdım. Amma 3x deyirəm. İndi o zaman belə çıxır ki, 2x qədər ayaqqabı sağlamdır və bunun 1/3 hissəsi x qədər ayaqqabı isə qüsurlu malıdır.
İndi biz hələ ki ayaqqabının xarab olduğunu düşünmürük. Deyirik ki, satıcı əgər bu 3x dənə ayaqqabının hər birini y manatdan satsaydı, nə qədər qazanacaqdı? 3xy manat qazanacaqdı. Amma indi əlində 2x qədər ayaqqabı var və yenə 3xy manat qazanmaq istəyir. Yenə 3xy manat qazanmaq istəyir. Onda qüsursuz ayaqqabının hər birini, onda 2x-i nəyə vursaq 3xy alınar deyə düşünürük. Yəni və bunları da hər hansı bir m manatdan satsın deyək. O zaman buradan tənlikdən hər tərəfdən x-i silib m-i tapsaq m bərabər 1,5 y edəcək. 1,5 3 2 1,5 y eləyəcək. Eyni düşünürük. Əvvəl ayaqqabını neçə manata satmaq istəyirdi? Əvvəl y manata satmaq istəyirdi. Amma indi son durumda neçə manata satmalıdır? 1,5 y manata satmalıdır. Əgər y manat 100%dirsə, 1,5 y manat neçə faizdir deyə bilərsiniz. Bir mütənasibdən bunu həll edib 150% ala bilərsiniz. Yəni 50% bax. Ya da ki, deməlisiniz ki, qiymət nə qədər artdı? 1,5 y çıxılsın y. 0,5 y qədər artdı. Bunu bölürük əvvəlki qiymət olan y-ə və vururuq 100%-ə, faiz nisbəti. Və nəticədə yenə də 50% almış oluruq. Yəni ki, satıcı ayaqqabını nəzərdə tutduğundan 50% daha baha satmalıdır ki, qazanacağı məbləğ dəyişməsin. Sonra keçirik son suala. Yox, son suala var hələ. Keçirik növbəti suala. Tərəflərin sayı diaqonal sayına bərabər olan düzgün çoxbucaqlı bir xarici bucağın dərəcə ölçüsü. Tərəflərin sayı, diaqonalların sayı. Demək, diaqonalların sayı düsturunu bilməliyik. Diaqonalların sayı düsturu n-3 böl 2-dir. Və deyir ki, tərəflərin sayı da diaqonal sayına bərabərdir. Bu da n-ə bərabərdir. Tənliyin hər tərəfdən n-i rahatca silə bilərik. N-in 0 olmadığını bilirik. Tərəf sayı 0 olmaz çoxbucaqlıda. O zaman n çıxılsın 3 bərabər çarpaz vursaq 2 olur. N də bərabər olur 5. Yəni söhbət 5 bucaqlıdan gedir. Və 5 bucaqlının bir xarici bucağının dərəcə ölçüsü. 5 bucaqlının bir xarici bucağı da 360 böl n düsturu ilə tapılar. 360 böl 5 72 dərəcə olar. Cavab 72 dərəcə. Və ən son sualda belə bir tapşırıq sualıdır ki, B-ni A ilə ifadə etmək lazımdır. B-ni A ilə ifadə etmək üçün ifadəni çarpaz vuraram. Yəni ki, A-nı B çıx 2-yə vuraram çarpaz. AB çıxılsın 2A olar. Bərabər 3B toplansın 1. Və düşünürük ki, biz B-ni tapmalıyıq. O zaman 3B-ni veririk sola. 2A-nı atırıq sağa. Nə olmuş olur? AB çıxılsın 3B. Bərabər olur 2A toplansın 1. Biz buradan B-ni ortaq çıxartsaq, mötərizədə qalır A çıxılsın 3. Bu da bərabər olur 2A toplansın 1-ə. Və buradan da B bərabərdir 2A toplansın 1 bölünsün A çıx 3. Yəni cavab B bərabər 2A toplansın 1 bölünsün A çıx 3 olacaq. Və bu cavabı bir çox fərqli hesablamalarda əgər surəti -2A çıx 1, məxrəci 3 çıx A yazmışsınızsa da, yəni və s. bir ki, yəni bu ifadənin alternativi olan başqa ifadələr kimi də yazmışsınızsa, doğru cavab ola bilər. İndi ilk tapdığımız doğru cavab 2A topla 1 bölünsün A çıx 3. Bununla da 10-cu sinif sualları bəli, bitmiş olur. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun.